mövsümdür də gündüz. Qeyrığın Azərbaycan milli mətbəxinə aid olan və sizin bölgələrdə necə adlanılır? Bilirsiniz ki, bölgələrimiz fərqlidir. Yeməklər fərqli adla, fərqli üsulla hazırlanır. Mütləq yazın. Camış qatığı olsa daha məqsədə uyğundur. Camış qatığı yağsız. Zəhərlənmənin qarşısını alan yeganə gözəl məhsul qatıq adlanılır. Aqoreç dostlar, kişilərə çox güclü fayda verən prostatın dərmanıdır, həm də turp. Cinsi zəifliyin də qarşısını alan turp dostlar əlavə olunur. Bağırsaqları parazitlərdən təmizləyən nanə dostlar əlavə edək. İyi də möhtəşəmdir. Təmiz orqanik reyhan da əlavə etdik. Duz dostlar. Su kimi olaq dostlar. Bəh. Bunlar hamısı çobanların yeməkləridir ki, çobanlara bəyərmirsiniz. Çobanların qalasını alın. 90% yeməklər çobanlara məxsus. Ona görə hamısı sağlam və yüksək səviyyədə gümrah olublar. Mən buna doğramaz deyirəm. Doğramaz. Sizdə nə deyirlər Hacıqabul balası? Bizdə oduq. Odu? Odu nədir o? Oduq. Hacıqabuldur. Vapşı Hacıqabulda var bu, hazırlayırlar. Hə? Bir dənə narımız var, düşmüş sortiyə, nədir? Hacıqabulda ovduq deyirlər. İnanılmaz dad. Hazırlayın, vurun bədənə, sağlam olun dostlar.